Herkese salam. Bugün sizlərə Bitget platformasından, yəni Bitget birjasından danışmaq istəyirəm. İlk öncə linkə daxil olaq. Burada sizə göstərə-göstərə izah eləyəcəm. Bitgetin digər birjalardan üstünlükləri nədir, nələr var? Bugün onlardan bəhs eləyəcəm sizə. Burada daxil olduğumuz zaman gördüyümüz kimi ilk istifadəçilərə 50 USDT-lik bir xoş gəldin bonusu var. Bunun müddəti 25 gündür qeyd olunubdur. Yəni 30 gün idi, artıq 25 gün qalıbdır mən bunu video çəkəndə. Burada 50 USDT-ni qazanmaq üçün tapşırıqlar var. Həmən tapşırıqları yerinə yetirdiyiniz zaman hissə bonuslar sizin balansınıza əlavə olunur. Burada məsələn göstərilibdir. Məsələn, KYC doğrulaması etdiyiniz zaman sizə 5 USDT artıq verir. Aşağıya baxanda məsələn burada depozit yatırırsınız, 100 USDT depozit yatırdığınız zaman sizə 10 USDT verir bonus olaraq və burada 10 USDT-lik də bir işlem açmalısınız. Almaq və ya satmaq 10 USDT olmalıdır. Aşağıya keçdiyimiz zaman burada da 3 gün ərzində toplam olaraq 100 USDT-lik bir işlem açdığınız zaman sizə 15 USDT bonus verir. Yəni bunların səbəbi aktivliyi artırmaqdır təbii ki də. Daha sonra sonuncu olaraq da 3 dənə dostunuzu dəvət etsəniz və onlar da KYC doğrulamasını etsələr, onlardan da sizə 3-ü də təbii ki bunu etsələr, sizə 20 USDT verir və toplamda bunların hamısı 50 USDT edir. Daha sonra burada da yenə də qeyd etdiyim kimi qoşulun hissəsinə gəlirsiniz. Qoşulun hissəsindən qeydiyyatdan keçə basırsınız və burada aşağıdakı promo kodun olduğuna diqqət yetirin. Yəni o olmasa artıq kampaniyaya qoşulmuş sayılmırsınız. Yoxdursa da bu kodu aşağıya da qeyd edəcəm, bunu əlavə edin. Yuxarıda e-post nömrənizi, yəni e-postunuzu qeyd edirsiniz. Burada da mail adresini qeyd etdikdən sonra artıq aşağıdakını da klikləyirəm, oxuduğumu təsdiqləyirəm və növbəti addıma keçirəm. Növbəti addıma da keçirib burada parol təyin edirsiniz. Parolu bu formada təyin etdikdən sonra sonrakıya basırıq və növbəti addıma keçirik. Doğrulama üçün belə bir səhifə açılır. Şəkillərin hər birini seçirik və bu addımı da tamamlayırıq. Burada tamamladıqdan sonra mail adresimizə kod göndərilir. Həmən kodu bura yazırıq. Səhifəyə də daxil olduğunuz zaman, yəni sayta daxil olduğunuz zaman bu formada görsənir. Doğrulamanı buradan edirsiniz. Yazıb ki 60 dəqiqə ərzində davam edəcək. Burada ID kartınız, şəxsiyyət vəsiqəniz, yəni ID kartınızı seçərək o formada üz tanıması ilə də promoyu təsdiqləyə bilərsiniz. O qədər də çətin bir proses deyil. Düşünürəm ki, artıq bir çox saytlardan, qeydiyyatdan keçdiyiniz üçün bunlar asan olar. Mən hal-hazırda doğrulama prosesini artıq dəqiqliklə göstərə bilməyəcəm. Burada hər ikisində Azərbaycan seçəcəksiniz. Çünki Azərbaycan bölgəsi üçün yaradılmış bir kampaniyadır bu. Bir də bunu qeyd edim. Tətbiqin içərisində bu formada ballar toplayaraq da siz USDT ala bilərsiniz. Məsələn, mənim hal-hazırda 500 xalım var və o xalla 5 USDT ala bilərəm. Məsələn, 200 USDT-yə 1 və yaxud da 2 USDT almaq mümkündür. Yəni, bu da maraqlı bir şeydir. Burada da qısa formada hər biri qeyd edilibdir. Yəni, buradan da oxuya bilərsiniz şərtləri barədə. Bu arada bunu da qeyd edim ki, yəni hər biri 300 istifadəçi üçündür. Yəni, limit var və bir ay ərzində aktiv olacaq bu kampaniya. Artıq 25 gün qalıbdır. Mən bu videonu paylaşdıqda böyük ehtimal 23-22 gün qalmış olacaq. Burada da yəni 300 istifadəçi artıq bitdiyi zaman kampaniya bitəcək. Yəqin ki, yeni kampaniyalarda olacaq Bitgetin. Onlardan da sizlərə xəbər eləyərəm. Aşağıda da gördüyünüz kimi kampaniya qoşuldu, 10 USDT qəbul olundu. Yəni aktiv olaraq hamı kampaniyaya qoşulur. Biraz da tətbiqin içərisini göstərim sizə. Birjada ən çox xoşladığım şey ABD hissələrinin burada ticarət etmək mümkündür. Yəni
hissə sənədləri ilə də ticarət edə bilərsiniz və komissiyasızdır. Heç bir komissiya tətbiq olunmur bu ticarətdə. Ümumiyyətcə vadeli işləmlərdə də %90 komissiya endirimi var. Bu hissədə də kriptolar var. Yəni daha sonra içərisində metallarla da ticarət etmək olur. Yəni metallar da var. Qızıl kimi, qızıl XAU USDT olaraq gedir. Yenilik olaraq deyəsən bir çox birjalara gəlibdir. Yəni burada da var. Əlavə olaraq tokenləri də listələyir. Bu formada yəni kompüter üzərindən mən çox istifadə etməmişəm deyə çox şeyin yerini bilmirəm. Kompüterdə belə adama qəribə gəlir. Daha çox telefonda istifadə etmişəm. Yəni zaten birjadan istifadə etmisinizsə, böyük ehtimal ki, bu da sizə asan gələcək. Qəliz bir yanı yoxdur, çox sadədir. Digərlərindən o qədər də arayüz olaraq heç bir fərqi yoxdur. Amma içərisində tətbiq olaraq fərqləri var. Trade hissəsi də bu formada görsənir. Telefonda da belə yəni qrafiklər görmək olur. Yəni çox rahatdır, rahat istifadə edirsiniz. Ümid edirəm video sizlər üçün faydalı oldu. Növbəti videolarda da bonusları verdikdə də sizlərlə paylaşa bilərəm. Yəni bonusları göndərdiyi zaman. Yəni kampaniya üçün tələsin, çünki limit 300 istifadəçi üçündür və yəni artıq hamı demək olar ki, qeydiyyatdan keçib. Bayaq sizə də videoda göstərəndə yuxarıda 47 nəfər, nə bilim 30 neçə nəfər artıq bonusları almışdı və həmin bonuslar 300 limitə çatdığı zaman tükənəcək. Video sizin üçün faydalı olsa bəyənməyi və abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.